11-ci sinif yeni test topusundan sadə zaman formaları və davam edici zaman formaları bölməsinə baxırıq. Birinci sualda yesterday keçmiş sadə zaman göstəricisidir. Will invite gələcək zamandır, çıxdıq. Has invited, have invited bunlar indiki bitmiş zamandır. Yadda saxlayın ki, keçmiş sadə zaman göstəricilərlə biz bitmiş zaman işlətmirik. B ilə yeni çıxdıq. Had invited keçmiş bitmiş zamandır, bu da çıxır. Doğru cavabımız A bəndi olacaq. Invited keçmiş sadə zamandır. Yesterday, Jack invited all his friends to his wedding party. Dünənləri Jack bütün dostlarını öz toy şənliyinə dəvət etmişdi. İkinci sualda a few minutes ago. Baxın, ago yəni bir neçə dəqiqə əvvəl deməkdir. Keçmiş zaman bildirir. Mən variantlardan enters, indiki zaman çıxıram. Has entered çıxıram, çünki bu indiki bitmiş zamandır. Yadda saxlayın ki, ago-la, yəni ümumiyyətlə keçmiş sadə zaman göstəricilərlə biz indiki bitmiş zaman işlətmirik. Burada da has switched, indiki bitmiş zamandır, bunu da çıxırıq. Və ago-la biz had entered işlətmirik, bu keçmiş bitmiş zamandır. Nəyə görə? Çünki bu bitmiş zamanlar ümumiyyətlə hadisənin dəqiq vaxtını bildirmir. Yəni, belə dəqiq vaxtlarla biz heç vaxt bitmiş zaman işlətmirik. Bunu yadda saxlayın. Çünki bitmiş zamanın mənası nədən ibarətdir? Hadisə olub bitib və nəticəsi göz qabağındadır. Hadisənin dəqiq vaxtını bildirmir bitmiş zamanlar. Doğru cavabımız A bəndi olacaq. Və ikisi də keçmiş sadə zamandır. A few minutes ago, the man entered the room and switched on the light. Bir neçə dəqiqə bundan öncə kişi otağa daxil oldu və işığı yandırdı. 3-də. If olan tərəfdə, yəni bu tərəfdən söhbət gedir. If olan hissədə yadda saxlayın ki, will işlənməyəcək, buna çıxdıq. Bu won't, will not da will not-un qısaltmasıdır. Və fikir versəz cümlənin ikinci tərəfi gələcək zamandadır. Yadda saxlayın ki, gələcək zaman keçmiş zamanla uzlaşmır heç vaxt. Keçmiş zaman yalnız keçmiş zamanla uzlaşır. Missed keçmiş zamanda çıxdıq. Had missed keçmiş bitmiş zamandır. Bunu da çıxırıq. Doğru cavabımız A bəndi olacaq və gələcək sadə zaman indiki sadə zamanla uzlaşır. If Jane misses the early bus, she will be late for work. Əgər Jane erkən avtobusu qaçırsa, o işə gecikəcək. Sonra 4-də. Yesterday keçmiş sadə zaman göstəricisidir. Don't indiki zamandır. Want gələcək zamandır. Will not-un qısaltmasıdır bu. Haven't found indiki bitmiş zamandır. Yadda saxlayın ki, keçmiş sadə zaman göstəriciləri ilə indiki bitmiş zaman işlənməz. Adında indiki sözü görürsünüz. Yesterday ilə daha sonra yuxarıda məsələn ago var idi burada. Bunlarla biz indiki bitmiş zaman işlətmirik. Sonra did qabağa keçəndə qaydalı feillərdə bilirsiniz ki, id atılır. Burada da həmin şeydir. Qaydasızlarda da onun feilin özü olmalıdır. Found yox, find olmalıydı. Doğru cavabımız D variantı. I didn't find James anywhere yesterday. Mən dünənləri James'i heç yerdə tapmadım. 5-də. At the moment hal-hazırda deməkdir, yəni indiki zaman bildirir. Ona görə variantlardan, baxın bu keçmiş davam edici zamanda çıxdım. Bu keçmiş sadə zaman çıxırıq. Y-də keçmiş bitmiş zamanı çıxdım. Və dediyim kimi indiki zamandan söhbət getdiyi üçün deyir ki, hal-hazırda. Biz indiki bitmiş zaman istifadə edə bilmərik. Çünki indiki bitmiş nədir? Hadisə bitib və nəticəsi göz qabağındadır. Amma burada isə hadisə davam edir. Ona görə davam edici zamandan istifadə edəcəyik. Doğru cavabımız A variantı. Daniel is working on the computer at the moment. He always spends most of his time at the computer. Deyir ki, Daniel hal-hazırda kompüterdə çalışır. O, vaxtının çoxunu kompüterdə keçirir. Və bu cümlədən siz indiki davam edici zaman və indiki sadə zamanın fərqini də anlaya bilərsiniz. İndiki davam edici odur ki, hal-hazırda çalışır. İndiki sadə zaman odur ki, ümumiyyətlə
adətən deməli baş verən vərdişi bildirir ki, o həmişə kompüterdə çalışır. Daha sonra 6-da yenə at the moment görürəm 5-ci sualdakı kimi. Hal-hazırda deməkdir, indidən söhbət gedir. Keçmiş zamanları çıxacağam. Had listened keçmiş bitmişdi, çıxdıq. Was listening keçmiş davam edicidir. Listened keçmiş sadə zamanda çıxdıq və has listened indiki bitmiş zamandır. Bunu da işlədə bilmərik. Çünki hadisə ilə bitməyib. Deyir ki, hal-hazırda. Ona görə indiki davam edici zamandan istifadə edirik. Fred is listening to the lecturer at the moment. He always takes notes during the lecture. Deyir ki, Fred hal-hazırda leksiya deyən müəllimə qulaq asır. O adətən leksiya vaxtı qeydlər götürür. Daha sonra 7-də. Burada as soon as görürəm. Yadda saxlayın ki, as soon as olan hissədə, yəni bu hissədə will işlənməz. Will'ı çıxdıq. Burada da won't here, bu will notun qısaltmasıdır, anında çıxdıq. Və cümləmizin birinci tərəfi gələcək zamandadır. Yadda saxlayın ki, keçmiş zaman yalnız keçmiş zamanla uzlaşır. Və keçmiş zaman gələcək zamanla uzlaşmaz. Ona görə variantlardan heard keçmiş sadə zaman, bir də had heard deməli keçmiş bitmiş zaman çıxırıq. Doğru cavabımız D bəndi olacaq. Hears nədir? İndiki sadə zamanda, indiki sadə zaman gələcək sadə zamanla uzlaşır. The manager will inform me as soon as he hears some news. Deyir ki, menecer xəbərləri eşidən kimi məni məlumatlandıracaq. 8-də yenə as soon as görürəm. As soon as olan hissədə, yəni bu hissədə, deməli burada will işlənməz. Bunu yadda saxlayın. Will'ı çıxıram, want da ki, bu will notun qısaltmasıdır. Bunlar getdi. Daha sonra cümləmizin bu hissəsi gələcək zamandadır. Gələcək zaman keçmiş zamanla uzlaşmaz. Got keçmiş sadə zamandır. Had got keçmiş bitmiş zamandır. Bunları çıxırıq. Doğru cavabımız oldu D bəndi. Gets nədir? İndiki sadə zamandır və indiki sadə zaman gələcək sadə zamanla uzlaşır. The employer will come back as soon as he gets some information. Employer işə götürəndir. Deyir ki, işə götürən məlumat alan kimi gələcək. Sonra 9-da. Burada fikir versəz, had met nədir? Keçmiş bitmiş zamandır, düzdürmü? Keçmiş zaman yalnız keçmiş zamanla uzlaşır. İndiki zamanla və ya gələcək zamanla uzlaşmaz. Mən baxıram burada will arrive gələcək zamandır. Want will notun qısaltmasıdır. Gələcək zamandır. Bunları çıxırıq. Arrives indiki sadə zamandır. Çıxdıq. Has arrived indiki bitmiş zamandır. Yadda saxlayın ki, keçmiş zaman keçmişlə uzlaşır. İndiki gələcək zamanlarla uzlaşmır. Yəni bu has arrived indiki bitmiş zamandır. Bununla uzlaşmayacaq. Doğru cavabımız oldu C variantı. We had already met Ted before he arrived at the hotel. Ted otelə gəlməzdən əvvəl biz artıq onunla görüşmüşdük. 10-da had landed nə deməkdir? Keçmiş, bitmiş zamandır. Keçmiş zaman formaları yalnız keçmiş zamanla uzlaşır. İndiki və gələcək zamanla uzlaşmaz. Will reach gələcək zamandır. Want will notun qısaltmasıdır. Gələcək zamandır. Reach indiki zamandır. Have reached indiki bitmiş zamandır. Yadda saxlayın ki, keçmiş zaman indiki bitmiş zamanla uzlaşmaz. Doğru cavabımız A variantı. The ship had already landed before we reached the port. Deyir ki, biz limana çatmazdan öncə gəmi artıq orada dayanmışdı. 11-də when olan tərəfdə yadda saxlayın ki, will işlənməz. Sonra deməli, would da işlənməz, yəni will, would işlənməz. Had seen bitmiş zamanda işlənməz. Yəni, qısası will-lə bitmiş zamanlar işlənməyəcək. Burada deməli, nədir? Will deyir, düzdürmü? Will nədir? Gələcək zamandır da. Gələcək zaman keçmişlə uzlaşmır. Çünki keçmiş yalnız keçmişlə uzlaşır.
Ona görə sonunu çıxırıq. Doğru cavabımız Y variantı. You will immediately recognize the street when you see it. Sən küçəni görəndə onu avtomatik olaraq dərhal tanıyacaqsan. 12-də will gələcək zamandır. Gələcək zaman yalnız gələcək zaman, yəni indiki zamanla uzlaşır, indiki sadə zamanla. Amma keçmiş zamanla uzlaşmır. Çünki keçmiş zaman yalnız keçmişlə uzlaşar. Burada went keçmiş sadə zamanda çıxırıq, had gone keçmiş bitmiş zamanda çıxdıq. Bir də if olan tərəfdə mən sizə demişdim ki, will işlənməz, düzdürmü? Ona görə buradan will'ı çıxırıq, would bu da gələcək zamandır, bunu çıxırıq. Doğru cavabımız oldu C bəndi. Yəni if olan tərəfdə bu will, would bunlar işlənməz. You will get wet if you go out in rainy weather. Əgər yağışlı havada çölə çıxsan, onda yaş olacaqsan. 13-də deməli, burada if olan hissə var, bir də ikinci hissəmiz will, gələcək zamanda, düzdürmü? Və keçmiş zaman yalnız keçmişlə uzlaşır. Ona görə biz buradan keçmiş zamanları çıxırıq. Had cancelled, keçmiş bitmiş zaman, was cancelling, keçmiş davam edici zaman, bunu çıxdıq. Və if olan tərəfdə mən sizə demişəm ki, nə işlənməz? Will işlənməz. Doğru cavabımız Y bəndi. İndiki sadə zaman gələcək sadə zamanla uzlaşar. If a flight cancels because of weather, all tickets will be valid for the next one. Əgər hava şəraitinə görə bir uçuş ləğv olunsa, onda bütün biletlər növbəti uçuş üçün keçərli olacaq. 14-də don't yazılıb, düzdürmü? Don't indiki zamanın göstəricisidir. Mən burada niyə görə liked işlədim ki, liked keçmiş zamanda anı çıxırıq. Və biz bunların arasında to da işlətmirik. Yəni inkarı düzəldəndə don't like şəklində düzəldirik. Likes olmayacaq, çünki likes'ın biz inkarını düzəldəndə doesn't like deyirik. I ilə like işlədirik, çünki likes'ı biz üçüncü şəxsin təki ilə işlədirik. He, she, it likes olur. Amma I like olur. I don't like eating chicken, I like eating fish. Mən toyuq yeməyi xoşlamıram, balıq yeməyi xoşlayıram. 15-də at the moment hal-hazırda deməkdir. İndiki zamandan söhbət gedir. Ona görə was having keçmiş davam edici zamanı çıxırıq. Had keçmiş sadə zamanda bunu çıxdıq. Burada she ilə mən are da işlədə bilmərəm, çünki təkdədir, anda çıxdıq. Və hal-hazırda dediyi üçün indiki davam edici zaman işlətməliyik. Doğru cavabımız D bəndidir. Has indiki sadə zamandır. Nəyə görə indiki sadə zaman işlədə bilmərik? Çünki indiki sadə zaman bir hərəkətin vərdiş kimi rutin olaraq baş verdiyini bildirir. Məsələn, mən desəm ki, she has a shower every evening. O hər axşam duş qəbul edir. Belə deyə bilərəm, ümumi mənada. Amma burada isə indidən söhbət gedir. Deyir, anan, bu qız soruşur ki, su hardadır? Anasından soruşur. O da cavab verir. Yəni, indidən söhbət getdiyi üçün biz indiki sadə zaman istifadə edə bilmərik. İndiki davam edici zaman istifadə etməliyik. 16-da. Burada she görürəm. Mən she ilə are işlədə bilmərəm. Yeni çıxırıq. Yəni, digər yanlış variantlarda inkar edək, sonra düz varianta baxarıq. Məsələn, B bəndi yanlışdır. Nəyə görə? Çünki birincisi, bu sual necə verilməli idi? Belə olmalıydı. Where will your sister be? Olmalıydı. Yəni, Martin, sənin bacın harada olacaq? Where will your sister be? Birincisi, bu yanlışdır. İkincisi də, bu sualı gələcək zamanda verir. Bu isə has indiki zamanda cavab verir. Uyğunsuzluqdur. Ona görə B çıxdı. Sonra, tutaq ki, C-ni götürək. Where is your sister Martin? Sənin bacın haradadır, Martin? Bu da deyir, she has breakfast. C bəndi də yanlışdır. Çünki deyir, bacın haradadır? She has breakfast o deməkdir ki, baxın, bu indiki sadə zamandır. Bunun mənası odur ki, mənim bacım ümumiyyətlə səhər yeməyi yeyir.
Məsələn, she has breakfast every morning. O hər gün səhər yeməyi yeyir. Belə mənada deyə bilərəm. Yəni ümumiyyətlə. Çünki indiki sadə zaman həmişə baş verən vərdiş vəziyyətinə düşmüş hərəkətləri bildirmək üçündür. İndiki bu dəqiqə baş verən hərəkəti bildirmək üçün deyil. Ona görə C-ni çıxırıq. Sonra where was your sister deyir. Sənin bacın haradaydı, Martin? Bu da deyir she hadn't breakfast. Birincisi have feili burada. Baxın yuxarıdakı 15-ci sualda olduğu kimi bu sualda da have feili köməkçi feil deyil, əsas feildir. Əsas feil olduğu üçün bunun inkarını did-lə düzəltməliyik. Yəni didn't have olmalıdır. Əsas feildir nə mənada? Yəni məsələn yuxarıda have a shower, duş qəbul etmək mənasındadır. Burada da have breakfast, have sözü elə bir yemək mənasında gedib. Yemək yemək, yəni əsas feildir. Köməkçi feil deyil. Zaman düzəltmək üçün istifadə olunan feil deyil. Əsas feildir və əsas feil olduğu üçün biz bunun inkarını did köməkçi feili vasitəsilə düzəltməliyik. Yəni had-in inkarı didn't have olacaq. Ona görə yanlışdır. Doğru cavabımız qaldı A bəndi. C ilə müqayisədə baxın. Burada indiki sadə zaman idi. Bunu izah etdim ki, olmaz. Amma is having nədir? İndiki davam edici zamandır. Çünki sualı hal-hazırda veribdir. Bacın hardadır? Bu da deyir ki, hal-hazırda səhər yeməyi yeyir. Sonra 17-də last week keçmiş sadə zaman göstəricisidir. Will gələcək zaman çıxdıq. Buys indiki zaman çıxdım. Has bought indiki bitmiş zamandır. Yadda saxlayın ki, last sözüdür, ago sözüdür, yesterday'dir. Yəni ümumiyyətlə keçmiş sadə zaman göstəriciləri ilə biz indiki bitmiş zaman istifadə etmirik. Və bu da davam edici zamandır. Keçmiş davam edici zaman bunu da istifadə etmirik. Çünki bu last week sırf keçmiş sadə zamana aiddir. Doğru cavabımız oldu D bəndi. Sally bought a new dress last week. Sally keçən həftə yeni bir don almışdı. 18-də. Baxın, bu 18-ci sualda, əvvəldə var idi 15-16-cı suallar. Orada olduğu kimi əsas feillə köməkçi feilin fərqini başa düşməlisiniz. Bir də burada bir ifadə var. Do one's best. Do her best. Do your best. Bu ifadəmiz var bizim. Bu nə deməkdir? Əlindən gələni etmək deməkdir. Yəni demək istəyir ki, o ingilis dilini inkişaf etdirmək üçün əlindən gələni etdi və ya etmədi. Belə bir məna vermək istəyir. Və burada do feili, yəni əlindən gələni etmək, əsas feil kimi işlənib. Yəni mənaya malikdir, belə deyək, leksik mənası var, əsas feildir. Və biz bilirik ki, əsas feilin biz sual və inkarını nə ilə düzəldirik? Köməkçi feilinə. Yəni bu do her best, düzdürmü? Bunun keçmiş zamanı olacaq did. Did her best. Doğru cavabımız B bəndi olacaq. Digər variantlar nəyə görə olmur? Gəlin onları inkar edək. Baxın, birincisi mən she ilə don't işlətmirəm, do da işlətmirəm. Çünki she ilə does işlədilir birincisi. Ona görə C ilə D avtomatik getdi. She ilə does olur da. Sonra she ilə has olur, have olmur. Məsələn, burada hasn't done olmalıydı. Bu da getdi. Didn't ona görə yanlışdır ki, mən bunu inkarda yazmaq istəsəm, köməkçi feil qabağa keçməlidir. Yəni olmalıdır didn't do. Əgər mən bunu yazmaq istəyirəmsə keçmişdə. Burada olmalıydı didn't do. Çünki burada did özü nədir? Əsas feildir dedim. Əsas feildir. Biz normalda inkarı necə düzəldir? Köməkçi feili qabağa keçirməklə. Yəni did qabağa keçməyidir. Olmalıydı didn't do. Yəni qısası, düzgün versiyası nədir bunun? She did her best to improve her English və ya she didn't do her best to improve her English. Baxın, burada görürsünüz, do əsas feildir. Have bizdə köməkçi feildir. Amma have-i yanlış yazıblar da. Has yazsaydılar düz olardı. Hasn't done. Daha sonra 19-da
Last year keçmiş sadə zamanın göstəricisidir. Mən buradan indiki zamanı çıxıram. Bu da indiki zamandır, çıxdıq. Bu gələcək zamanda çıxdıq. Keçmiş sadə zamanın zaman göstəriciləri ilə indiki bitmiş zaman işlənməz, C-də çıxırıq. Doğru cavabımız D bəndi. The parents promised their child to buy a good present for Christmas last year. Valideynlər keçən il Milad bayramı üçün uşağa yaxşı bir hədiyyə almağa söz verdilər. 20-də next week deyir, yəni gələcək zamana işarədir. Bir də burada will yazılıb. Keçmiş zaman gələcək zamanla, bir də indiki zamanla uzlaşmır. Keçmiş zaman yalnız keçmiş zamanla uzlaşır. Ona görə buradan was were, keçmiş zamanları çıxdıq. Və if olan tərəfdə də bilirik ki, will işlənməz. C də getdi. Whether üçüncü şəxsin təkindədir. Tək olduğu üçün are deyə bilmərik. Are cəmliyi bildirir. Doğru cavabımız D bəndi. What will you do next week if the weather is fine? Gələn həftə əgər hava yaxşı olsa nə edəcəksən? Tomorrow gələcək zamandır. Did keçmiş zamandır. Bunlar çıxdıq. Sonra have, haven't bunu qoysaq indiki bitmiş zaman olacaq. İndiki bitmiş zaman artıq olub bitib. Bizə gələcək zaman lazımdır. Ona görə C ilə Y çıxdı. Doğru cavabımız B bəndi. Will you come to my place tomorrow? Sabahları bizə gələcəksənmi? Mənim yaşadığım yerə gələcəksənmi? 22-də I tried not to make a noise because the child in the room at that time. O vaxtı deyir. Yəni, at that time nə idi? Keçmiş, davam edici zamanın göstəricisi idi. Ona görə digər zamanları çıxırıq da. Bu indiki zamandır. At that time keçmiş zamandır. Bunu yadda saxlayın. Keçmiş, davam edici zaman. Bu indiki zamanları çıxırıq. Will gələcək zamandır. Has slept indiki bitmiş zamandır. Bu da çıxır. Doğru cavabımız A bəndidir. Bizə keçmiş zaman lazımdır və keçmiş, davam edici zaman göstəricilərinə baxın. Onların arasında at that time ifadəsi də var. I tried not to make a noise because the child was sleeping in the next room at that time. Və burada baxın, tried. Görürsünüz, keçmiş zamanda buradan da bilə bilərsiniz. Yəni, digər zamanları çıxırsınız. Çünki keçmiş zaman yalnız keçmişlə uzlaşır. İndiki gələcək zamanla uzlaşmır. Deyir ki, mən səs salmamağa çalışdım, çünki həmin vaxtı uşaq qonşu otaqda yatırdı. 23-də next year, gələcək zamandır. Ona görə has prepared, have been preparing. Bu indiki bitmiş zamandır, bu da ki indiki bitmiş davam edici zamandır. Yəni, hadisə artıq olub bitib. Ona görə A ilə Y-ni çıxırıq. Bizə gələcək zaman lazımdır. Repaired bu keçmiş zamanda çıxdıq. Repair də indiki sadə zamanda çıxdıq. Doğru cavabımız B bəndi. Will repair gələcək zamandır. The workers will repair the old bridge next year. İşçilər gələn il köhnə deməli körpünü təmir edəcəklər. 24-də bu indiki davam edici zamanda sual verir, fikir versəz. Demək ki, cavabı da indiki davam edici zamanda olmalıdır. Həm də now deyir, hal-hazırda. Was watching, watched, keçmiş zamanlarda çıxdıq. Have watched, indiki bitmiş zamandır, bunda çıxdıq. Çünki bu deyir, hal-hazırda nə edirsən? Have watched artıq bitib. Watch, B də yanlışdır, çünki watch indiki sadə zamandır. İndiki sadə zaman ümumiyyətlə baş verən hadisələri bildirmək üçün istifadə olunur. Məsələn, I always watch film ya da desəm ki, I watch films on Saturdays. Məsələn, şənbə günləri filmə baxıram. Rutin halında, vərdiş halında baş verən hadisələri bildirir. İndiki sadə zaman. Amma konkret hal-hazırda baş verən hadisəni bildirmək üçün indiki davam edici zamandan istifadə edirik. Yəni, soruşur ki, nə edirsən? Bu da deyir ki, mən hal-hazırda filmə baxıram. 25-də. Invent nədir? İxtira etməkdir, düzdürmü? Telefon indi ixtira olunmayıb ki, keçmiş zamanda
ixtira olunub. Ona görə mən buradan indini çıxıram. Invent, indiki zamandır. Bunlara çıxdıq. Sonra did qabağa keçəndə nə olurdu? İdi atılırdı da. Ona görə C yanlışdır. Have invented indiki bitmiş zamandır. İndiki bitmiş zaman nə deməkdir? Hadisə baş verib və bu dəqiqə bitib. Hal-hazırda bitib və nəticəsi göz qabağındadır. Halbuki telefon illər öncə ixtira olunub. Ona görə D də yanlışdır. Doğru cavabımız B bəndi. Who invented the telephone? Telefonu kim ixtira edib? İndi burada soruşa bilərsiniz ki, bəs sual cümləsində did nəyə görə qabağa keçmədi? Soruşsaz ki, sual cümləsində axı did qabağa keçir. Ona görə ki, istisna var idi. Digər cümlə üzvlərinə sual verəndə köməkçi fe'l qabağa keçirdi. Amma mübtədaya sual verəndə, burada who mübtədadır. Mübtədaya sual verəndə köməkçi fe'l qabağa keçmir. Bu bir dənə istisna idi. Sonra 26-da. Təbii ki, Amerikada çoxdan kəşf olunub. Ona görə indiki zaman işlədə bilmərik. Discover, discovers, indiki zamanda çıxdıq. Have discovered, indiki bitmiş zamandır. Yəni, hadisə hal-hazırda olub, bitib. Halbuki illər öncə olub. Çoxdan olub. Ona görə A-da çıxdıq. Sonra did qabağa keçəndə idi atılmalıdır. Atılmayıb. C-ni də çıxdıq. Doğru cavabımız D variantı. Bəs nəyə görə sual cümləsində, amma did qabağa keçmədi? Çünki mübtədanın sualı istisna idi. Mübtədaya sual verəndə köməkçi fe'l qabağa keçmir. Digər cümlə üzvlərinə sual verəndə isə köməkçi fe'l qabağa keçir. Sonra 27-də. Every Sunday deyir, hər bazar günü. Birincisi, gəlin buradan başlayaq ki, James təkdədir bir şəxsdir. Ona görə mən buna were deyə bilmərəm, have deyə bilmərəm. Yəni, was, has deməliyəm. Visit də deyə bilmərəm. James'dən visits olur, üçüncü şəxsin təki olduğu üçün. İndi visits olacaq, yoxsa is visiting. Every Sunday nə deməkdir? Every gördünüzsə, bu indiki sadə zaman göstəricisidir. Çünki deyir ki, o hər bazar günü valideynlərinə baş çəkir. Biri var desin ki, hal-hazırda baş çəkir, bu dəqiqə, indi. Hər bazar günü, yəni rutinlə baş verən hadisədir, vərdiş halına keçmiş bir hadisədir. Belə hadisələri bildirmək üçün də indiki sadə zamandan istifadə edirik. Davam edici zamandan deyil. Sonra 28-də. Norman üçüncü şəxsin təkində olduğu üçün mən buna know deyə bilmərəm, knows deməliyəm. A-nı çıxdıq. Bir şəxsdir, ona görə are deyə bilmərəm. Buna is deməliyəm. Have yox, has deməliyəm. Və did qabağa keçəndə know olur da burada. Qaydalı fe'llərdə idi atılır, qaydasızlarda isə olduğu kimi qalır fe'l. Didn't knew yox, didn't know olmalıydı. B-ni çıxdıq. Doğru cavabımız C bəndi. Norman knows that he must be here at 5. Norman bilir ki, burada saat 5-də olmalıdır. 29-da. Charlie nədir? Üçüncü şəxsin təkidir, düzdürmü? Ona görə mən buna don't deyə bilmərəm, doesn't deməliyəm. Keep deyə bilmərəm, üçüncü şəxsin təkində keeps olur. Yeni çıxdıq. Sonra never nədir? Never indiki sadə zaman göstəricisidir. Ona görə mən burada bitmiş zamanda işlətməyəcəm. Həm də fikir verin burada. Dedik, indiki sadə zamanda aydındır ki, cavabımız A bəndidir. Never inkardır. İki dənə inkar yanaşı olmaz. Bu da inkardır, bu da inkardır. Ona görə B ilə C çıxır. Yəni, belə də inkar edə bilərsiniz. Doğru cavabımız oldu A variantı. Charlie never keeps his promises. Charlie heç vaxt verdiyi vədləri tutmur. Yəni, verdiyi sözə əməl etmir. Daha sonra 30-da. Fred üçüncü şəxsin təkindədir. Ona görə mən buna tell yox, tells deməliyəm. Don't yox, doesn't deməliyəm. Bunlar çıxdı. Və inkardadır cümlə. İki dənə inkar olmaz. Burada inkar var, çıxdıq. Burada da doesn't, inkarda çıxdıq. Doğru cavabımız oldu A bəndi. Never nə idi? İndiki sadə zamanın göstəricisidir. Tells da indiki sadə zamandır. Fred never tells the truth.
Fred heç vaxt doğrunu söyləmir. 31-də yesterday deyir və decided, yəni cümləmiz keçmiş zamandadır. Ona görə bilirsiniz ki, keçmiş zaman yalnız keçmişlə uzlaşır. Keçmiş zaman gələcək və indiki zamanla uzlaşmır. Bu indiki zamandır, çıxdıq. Bu da indiki zamandır. Bu gələcək zamandır, çıxdıq. Has ruined indiki bitmiş zamandır. Adından görürsünüz ki, indiki deyirəm. Və biz keçmiş sadə zaman göstəriciləri ilə indiki bitmiş zaman istifadə etmirik. Bunu çıxdıq. Keçmiş zaman. Doğru cavabımız B bəndi. It rained hard yesterday and we decided to stay at home. Dünənləri güclü yağış yağırdı və biz evdə qalmaq qərarına gəldik. 32-də slowly and the child slept deyir. Baxın, uşaq yatdı. Bu sleep sözünün keçmiş zaman formasıdır. Yəni keçmiş zamandan söhbət gedir. Gəlin variantlardan bir inkar edək. Keçmiş zaman yalnız keçmişlə uzlaşır. İndiki zamanla uzlaşmır. A ilə B-ni çıxdıq. Gələcək zamanla uzlaşmır. Has gone indiki bitmiş zamandır. Keçmiş zamanlar indiki bitmiş zamanla uzlaşmır. Doğru cavabımız C bəndi. The train went slowly and the child slept quietly. Qatar yavaş gedirdi və uşaq sakit bir şəkildə yatırdı. 33-də yesterday keçmiş zamandır. Ona görə variantlardan indiki zamanı çıxıram. Gələcək zamanı çıxıram. İndiki bitmiş zamanı çıxırıq. Yadda saxlayın. Keçmiş sadə zaman göstəriciləri ilə, məsələn, yesterday sözüdür, sonra last sözüdür, last year, last month, sonra ago sözüdür. Bunlarla biz indiki bitmiş zaman istifadə etmirik. Doğru cavabımız oldu D bəndi. Yesterday the girl wrote the dictation badly and made many mistakes. Dünənləri qız deyir ki, imlanı, dictation imla deməkdir, imlanı pis yazdı və çoxlu səhvlər etdi. 34-də yesterday, yəni keçmiş zamandır. Ona görə indiki zamanı çıxdıq, gələcəyi çıxdıq. Has found, have found indiki bitmiş zamandır. Keçmiş sadə zaman göstəriciləri ilə indiki bitmiş zaman işlənməz. Yəni yesterday ilə biz indiki bitmiş zaman işlətmirik. Doğru cavabımız C bəndi. Found sözü find sözünün keçmiş zaman formasıdır. Yesterday he found the papers he had lost a few days ago. Dünənləri o bir neçə gün bundan öncə itirdiyi vərəqləri tapdı. 35-də last year, keçən il deyir, yəni keçmiş zamandır. Mən buradan does, indiki zamanı çıxdım. Sonra has written, indiki bitmiş zamandır. Yadda saxlayın ki, keçmiş sadə zaman göstəriciləri ilə bitmiş zaman işlənməz. İndiki bitmiş zaman işlənməz. Bunu çıxdıq. Bu da bitmiş zamandır. Bunu da çıxırıq. Nəyə görə? Çünki bitmiş zamanın mənası odur ki, hadisənin bitdiyini və nəticəsinin göz önündə olduğunu bildirir. Və bitmiş zamanlar konkret bir vaxtı ifadə etmir. Yəni, qısası, biz konkret vaxtlarla bitmiş zaman istifadə edə bilmərik. Last year, keçən il konkret zamandır. Və ya desəm ki, in 2011, tutaq ki, 2011-ci ildə və ya bir neçə il bundan öncə ago işlətsəm. Yəni, orada mən konkret vaxtı deyirəm. Bitmiş zamanlar isə konkret vaxt bildirmir. Ona görə bunlar çıxdı. Sonra did qabağa keçəndə qaydalı feillərdə id atılır. Qaydasızlarda da ki, feilin özü qalır. Burada did write olmalıydı. Doğru cavabımız B bəndi. Did your aunt write any books for children last year? Sənin xalan keçən uşaqlar üçün kitab yazıbmı? 36-da yesterday, keçmiş zamandır. Ona görə mən buradan indiki zamanı çıxdım. Have believed, haven't believed, bu indiki bitmiş zamandır. Bunlar da çıxır. Çünki keçmiş sadə zaman göstəriciləri ilə indiki bitmiş zaman işlənməz. Don't believe, bu da indiki zamandır. Çıxdıq. Doğru cavabımız B variantı. I didn't believe him when he told me the story yesterday. He was lying. Dünənləri o hekayəni mənə danışanda mən ona inanmadım. O yalan danışırdı. 37-də
Early in the morning, David around and tried. Cümləyə baxın. Cümlədə nədir? Keçmiş zaman. Düzdür, and-lə ayrılıb. Yəni cümləmiz keçmiş zaman mənalıdır. Buradan görürsüz, tried sözü keçmiş zamandadır. Ona görə mən indiki zamanları çıxıram. Gələcək zamanı çıxıram. Və keçmiş zaman yalnız keçmiş zamanla uzlaşar. İndiki zamanla uzlaşmaz, gələcək zamanla uzlaşmaz. Burada indiki zamandır, bu indiki bitmiş zamandır. Bunu çıxırıq. Doğru cavabımız B variantı. David səhər tezdən ətrafa baxmaq üçün gözlərini açdı və harada olduğunu xatırlamağa çalışdı. 38-də 2 days ago. Ago yəni 2 gün əvvəl keçmiş zamanı bildirir. İndiki zamanı çıxdıq. Gələcək zamanı çıxdıq. Have arrived. Bu indiki bitmiş zamandır. Ago-la biz indiki bitmiş zaman işlətmirik. Yəni keçmiş sadə zamanın zaman göstəriciləri indiki bitmiş zaman işlənməz. Doğru cavabımız C bəndi. They arrived in safety at the village 2 days ago. Sonra 39-da. Yesterday deyir. In the afternoon. Yəni keçmiş zamandan söhbət gedir də. İndiki zamanları çıxdıq. Gələcək zamanı çıxdıq. Has stopped indiki bitmiş zamanı çıxırıq. Çünki keçmiş zaman göstəricilərinə indiki bitmiş zaman işlənməz. Doğru cavabımız B bəndi. Yesterday the rain stopped in the afternoon, but no one was seen outside. Deyir ki, dünənləri günorta vaxtı yağış dayandı, amma küçədə heç kəs görünmürdü. Sonra 40-da he didn't. Didn't nədir? Keçmiş zamanda. Biz də bilirik ki, did qabağa keçəndə nə olurdu? İdə atılırdı. Yeni çıxdıq, yəni burada talk olmalıdır. Bir də ki, feilin özünü yazırdıq da, qaydasız feil olanda feilin özünü yazmalıyıq. Keçmiş zaman formasını deyil. Burada said yox, say olmalıydı. Doğru cavabımız D variantıdır. Told yox, tell olmalıydı. Spoke yox, speak olmalıydı. He didn't say a word about his plans. O planları barəsində heç bir söz demədi. Sonra 41-ə baxırıq. Yenə didn't görürəm, keçmiş zamandır. Did qabağa keçəndə idə atılır. Yəni burada talk olmalıydı. D-ni çıxdıq. Bu idə atılmaq qaydalı feillərə aiddir. Qaydasızlarda isə feilin özünü yazırdıq. Yəni keçmiş zaman formasını yazmırdıq diddən sonra. Told yox, tell olmalıdır. Spoke yox, speak olmalıdır. Said yox, say olmalıdır. Doğru cavabımız B bəndi. He didn't say anything about his family. O, ailəsi barəsində heç bir söz demədi. Your friend breakfast at 10 every morning. Gəlin variantlardan inkar etməyə çalışaq. Your friend, sənin dostun, nə deməkdir? Odur da, yəni üçüncü şəxsin təkidir. Biz üçüncü şəxsin təki ilə do işlətmirik, does işlədirik. Birincisi bu. Ona görə A-nı çıxırıq. Sonra did qabağa keçəndə qaydalı feillərdə idə atılar. Düzdürmü? Qaydasızlarda isə feilin özü yazılır. Yəni had yox, have yazılır. Did your friend have olmalıdır did qabağa keçəndə. Ona görə D də çıxdı. Sonra does da qabağa keçəndə have yazılır. Has yox. B-ni də çıxdıq. Daha sonra Y bənddə olmayacaq. Nəyə görə? Çünki siz burada əsas feillə köməkçi feilin fərqini bilməlisiniz. Burada bütün variantlarda gördüyünüz have sözü əsas feil kimi işlənib. Yəni have breakfast səhər yemək, yemək mənasında. Yəni have burada yemək mənasındadır. Köməkçi feil deyil. Və deməli have əsas feildirsə, biz bunun sualını yaratmaq üçün ümumiyyətlə sual cümləsini necə qururuq? Köməkçi feili qabağa keçirməklə qururuq da. Məsələn, have olmasaydı, burada başqa talk feili olsaydı, sualını necə quracaqdınız? Do-nu qabağa keçirməklə. Burada da həmin şeydir. İndi bizim əsas feilimiz talk deyil, have feilidir. Amma yenə do qabağa keçməlidir. Has yox. Çünki have burada əsas feildir. Do-nu qabağa keçirməliyik. Doğru cavabımız C bəndi olacaq və üçüncü şəxsin təki olduğu üçün does yazırıq. Does your friend
have breakfast at 10 every morning. Deyir ki, sənin dostun hər səhər saat 10-da mı səhər yeməyi yeyir və indiki sadə zaman ona görə işlətdik ki, hər səhər deyir, yəni rutin vərdiş kimi baş verən bir hərəkət olduğu üçün indiki sadə zamandan istifadə olunur. Sonra 43-də nə deyir? Your brother üçüncü şəxsin təkidir. Ona görə biz buna do yox, does deyirik. B-ni çıxdıq. Sonra did qabağa keçəndə nə olurdu? Have olmalıdır. Çünki məsələn digər feillərdə nə edirdik? İdə atılır da, qaydalı feillərdə idə atılır. Və burada da həmin şeydir. Did qabağa keçəndə have olur, had yox. Sonra does da qabağa keçəndə has yox, have olur. C-ni də çıxdıq. Və burada have sözü əsas feil olduğu üçün 42-də mən bunu ətraflı izah etdim. Have sözü əsas feildir. Have dinner, yəni nahar yeməyi yemək deməkdir. Have sözü yemək mənasında işlənib. Burada başqa feil olsaydı, məsələn, talk feili olsaydı, onun sualını necə yaradacaqdıq? Didi qabağa keçirməklə və ya do-nu qabağa keçirməklə. Yəni, buradakı have-ə də biz əsas feil kimi baxmalıyıq. Və sualını düzəldəndə do-nu, does-ı, didi qabağa keçirməliyik. Doğru cavabımız D bəndidir. Has qabağa keçmir, çünki burada have özü əsas feildir. Has o vaxt qabağa keçər ki, has köməkçi feil olsun. Does your brother have dinner at home? Sənin qardaşın evdəmi nahar edir? Sonra 44-də. Fell deyir. Bu fall feilinin keçmiş zaman formasıdır. Deməli, cümləmiz keçmiş zamanda olduğu üçün indiki zamanı çıxdım. Has broken, have broken indiki bitmiş zamandır. Bunu da çıxırıq. Çünki keçmiş zaman yalnız keçmiş zamanla uzlaşar. İndiki zamandır, indiki bitmiş zamandır, gələcək zamandır, bunlarla uzlaşmaz. Doğru cavabımız Y bəndi. The child fell off his bicycle and broke his leg. Uşaq velosipeddən yıxıldı və ayağını zədələdi. 45-də. Cümləmizin bu tərəfi while-dan sonraki hissəsi görürsünüz ki, keçmiş zamandadır. Keçmiş zamanda yalnız keçmiş zamanla uzlaşar. Ona görə indiki zamanları çıxdım. Gələcək zamanı çıxdım. Has found indiki bitmiş zamanda çıxırıq. Çünki keçmiş zaman indiki zamanla uzlaşmır. İndiki bitmiş zamanla da uzlaşmır. Doğru cavabımız C bəndi. Somebody found you while you were out. Sən çöldə olarkən kimsə sənə zəng vurmuşdu. 46-da. Before-dan sonraki hissəni soruşur bizdən. Fikir versəz, before-dan əvvəlki hissə keçmiş zamandadır. Deməli, keçmiş zaman yalnız keçmişlə uzlaşır da bilirsiniz. İndiki zamanları çıxıram. Sonra, has been going, bu indiki bitmiş davam edici zamandır. Bu da indiki bitmiş zamandır. Bunları da çıxırıq, yadda saxlayın. İndiki bitmiş zamanla keçmiş zaman uzlaşmır. Keçmiş zaman yalnız keçmişlə uzlaşır. Doğru cavabımız C bəndi. Mary's granny usually told her a tale before she went to bed. Mary'nin nənəsi o yatmağa getməzdən öncə adətən ona nağıl danışardı. 47-də. Last year keçmiş zamanın göstəricisidir. İndiki zamanı çıxdım. Gələcək zamanı çıxdım. Sonra indiki bitmiş zamanı çıxdım. Yadda saxlayın bu qaydanı. Bitmiş zamanın indiki bitmişdir. Sonra bu keçmiş bitmişdir. Bunlardan biz dəqiq bir zaman işlətmirik. Yəni last year gördünüzsə bu bitmiş zamanları çıxırsınız və ago sözü gördünüzsə, yəni yesterday gördünüzsə bu ifadələrlə, yəni keçmiş sadə zamanın zaman göstəricilərinə baxın, zaman zərflərinə. Onlarla biz bitmiş zaman işlətmirik. Çünki bitmiş zamanın mənası oradan gəlir ki, hadisənin olub bitdiyini və nəticəsini göstərir. Yəni prosesin nəticəsini göstərmək üçün istifadə olunur. Prosesin baş verdiyi dəqiq vaxtı bildirmir bitmiş zaman. Ona görə bunlar çıxılır. Doğru cavabımız Y variantıdır. Last year I visited London for the first time. Keçən mən ilk dəfə Londona səfər etdim. 48-də. Now deyir, indidən söhbət gedir.
Was playing keçmiş davam edici zamanı çıxıram. Were playing də eyni şey, keçmiş davam edicidir. Bu keçmiş sadədir, çıxdıq. İndidən söhbət getdiyi üçün mən indiki bitmiş istifadə edə bilmərəm. Çünki indiki bitmiş nə deməkdir? Has played. Yəni hadisə olub, bitib və nəticəsi göz qabağındadır. Burada isə now deyir. İndi, yəni hadisə elə bitməyib. The children are playing in the yard now. Uşaqlar hal-hazırda həyətdə oynayırlar. Ona görə indiki davam edici zamanla istifadə edirik. 49-da now deyir, yəni indiki zamandır. Keçmiş sadə zamanı çıxdıq. Keçmiş davam edici zamanları çıxdıq. İndiki bitmiş zamanı çıxdıq. İndiki bitmiş çünki hadisə baş verib və hal-hazırda bitib, nəticəsi göz qabağındadır deməkdir. Burada isə now deyir, indi, hadisə ilə bitməyib. The students are writing a dictation now. Uşaqlar hal-hazırda imla yazırlar. Doğru cavabımız D-bəndi. Dictation imla deməkdir. Sonra 50-də now deyir, indi. İndi deyirsə, baxın, was set'in keçmiş davam edici zamanı çıxdıq. Sonra san üçüncü şəxsin təkində olduğu üçün mən set yox, sets deyə bilərəm buna. Eyni zamanda üçüncü şəxsin təkində have yox, has deməliyik. Ona görə C də yanlışdır. Və now dediyi üçün mən burada is set'in, indiki davam edici zaman işlətməliyəm. Bəs nəyə görə indiki sadə zaman işlədə bilmərəm? Çünki indiki sadə zaman, mən əvvəlki testlərdə də demişəm bunu, bir daha deyirəm. İndiki sadə zaman hadisənin ümumiyyətlə rutin olaraq baş verdiyini bildirir. Məsələn, desəm ki, günəş yerin ətrafında fırlanır və ya mən hər gün məktəbə gedirəm. Yəni, həmişə baş verən hadisəni bildirmək üçün istifadə olunur. Ümumiyyətlə, həmişə doğru olan hadisəni bildirmək üçün. Burada isə now deyir, yəni indi, bu dəqiqə, hal-hazırda. Ona görə biz ümumi danışa bilmərik. Çünki mən desəm ki, the sun sets, bunu desəm, sets. O deməkdir ki, günəş batır. Belə çıxır ki, günəş həmişə batır, yəni günəşin həmişə batmağından danışıram. Burada isə indi deyir, ona görə indiki davam edici zamandan istifadə edirik. Sonra last week, keçmiş zamanda aydındır ki, mən burada ona görə was destroyed, keçmiş zaman. Götürüb bunun üstündən xətt çəkirəm. Bizə elə keçmiş zaman lazımdır da, digərlərini çıxmalıyıq. Is being, baxın, is nədir? İndiki zamandır. B-ni çıxdıq. Sonra mən sizə demişəm ki, keçmiş zamanın, keçmiş sadə zamanın zaman göstəricilərinə baxın, zaman zərflərinə. Bunlarla biz bitmiş zaman istifadə edə bilmərik. İndiki bitmiş zaman bunu çıxırıq. Sonra digər variantlara baxaq. Bu will destroyed gələcək zamandır. Orada last week deyir. Bizə keçmiş lazımdır. Gələcək zaman yox. Və bitmiş zaman bunu da çıxırıq. Bu keçmiş bitmiş zamandır. Nəyə görə? Çünki yadda saxlayın ki, biz bitmiş zamanı konkret vaxtı göstərmək üçün istifadə edə bilmərik. Yəni, keçmiş sadə zaman göstəriciləri bitmiş zaman istifadə etmirik. Doğru cavabımız A bəndi. Was destroyed nədir? Ümumiyyətlə, bunun bütün variantlarına baxın, A, B, C, D, E. Hamısı məchul növlərdir. Yəni, burada məchul növdə bilməlisiniz, xəbəriniz olmalıdır məchul növdən. Yəni, bu keçmiş sadə zamanın məchul növ formasıdır. The house was destroyed by the storm last week. Deyir ki, ev keçən həftə külək tərəfindən dağıdılmışdı. Sonra gəldik 52-ci suala. Look at that man. Burada sonra now yazılıb. Now yazılıbsa deməli yenə. İndiki zaman götürməliyik. Mən buradan keçmiş zamanı çıxıram. Painted, keçmiş sadə zamandır. Was painting, keçmiş davam edici zamandır, çıxırıq. Sonra he ilə biz paint işlətmirik. Paints işlədirik. Və indiki zamandan söhbət getdiyi üçün mən indiki, yəni now-nun davam edici zaman işlənir. Ona görə indiki sadə zaman işlədə bilmərəm. Həm də ilk cümləyə baxın, deyir, o kişiyə bax. Yəni, bu dəqiqə deyir, bax. Sonra deyir, he's painting the door now. Hal-hazırda qapını rəngləyir. Əgər mən he paints the door desəm, bu deməkdir ki, yəni, ümumiyyətlə qapını adətən rəngləyir. Məsələn, onun işi rəngsazlıqda, o həmişə qapı rəngləyir. Bu mənaya gələcək. Yəni, ümumi məna verəcək. 53-də. Yenə now gördük, 52-ci sualdakı kimi. İndiki zaman seçməliyəm.
Was singing keçmiş davam edici zamandır. Sang keçmiş zamandır. Sonra child tək olduğu üçün are işlədə bilmərəm. Və A ilə D arasında qalırıq yenə. İndiki zaman olduğu üçün davam edici seçməliyik. Çünki sing nə deməkdir? İndiki sadə zamandır və bir hadisənin ümumiyyətlə rutin halında baş verdiyini bildirmək üçün istifadə olunur. Burada isə konkret bu dəqiqədən söhbət gedir. Biz bu dəqiqə ilə sing işlədə bilmərik. Çünki sing ümumiyyətlə mən mahnı oxuyuram deməkdir. Uşaq mahnı oxuyur, mən məktəbə gedirəm və s. rutin işləri bildirmək üçündür. Ona görə sadə zaman istifadə edə bilmərik. Sonra 54-də. Some years ago deyir. Ago keçmiş zamanın göstəricisidir. Ona görə indiki zamanları çıxdıq, gələcək zamanı çıxdıq. Sonra did qabağa keçəndə burada learn olmalıdır. Qaydalı feillərdə did qabağa keçəndə i'də atılır deyirsiniz. Bu qaydasız feildir, yəni feilin özü qalmalıdır. Belə olmamalı. Didn't learn olmalıydı. Doğru cavabımız C bəndi. The teachers learned new computer programs some years ago. Müəllimlər bir neçə il bundan öncə yeni kompüter proqramlarını öyrəndilər. 55-də. Now indiki zamandır. Were planning keçmiş davam edici zamanında çıxdıq. Planned keçmiş sadə zamanda çıxdıq. Sonra friends cəmdə olduğu üçün mən bundan is işlədə bilmərəm. Düzdürmü? Has da işlədə bilmərəm. Are işlətməliyəm, da have işlətməliyəm. Doğru cavabımız oldu A bəndi. İndiki davam edici zaman və now-la biz indiki davam edici zaman işlədirik. The friends are planning a journey to Spain now. Dostlar İspaniyaya səfər planlaşdırırlar. Burada deməli, yenə now işlənib, indiki zaman seçməliyik. Keçmiş zamanı çıxıram. Discussed, keçmiş sadə zaman. Were discussing, keçmiş davam edici zaman. Bunlar çıxır. Sonra engineers cəmdədir. Təbii ki, mən bununla has, is işlədə bilmərəm. Cəmlə have, are işlədirik. Doğru cavabımız oldu Y bəndi. İndiki zaman olduğu üçün now işləndiyi üçün indiki davam edici zamandan istifadə edirik. The engineers are discussing an important question now. Mühəndislər hal-hazırda vacib bir sualı müzakirə edirlər. 57-də last month keçən ay deməkdir, yəni keçmiş zamandır. Ona görə indiki zamanı çıxıram buradan. Çıxdım. Sonra will stay gələcək zamanı çıxırıq. Have stayed indiki bitmiş zamandır. Baxın, adında indiki sözü var. Ona görə keçmiş zamanda istifadə edə bilmərik. Yadda saxlayın ki, keçmiş sadə zamanın zaman zərflərinə baxın, zaman göstəricilərinə. Biz onlarla indiki bitmiş zamanı istifadə edə bilmərik. Doğru cavabımız oldu D bəndi. I stayed at this hotel last month. Mən keçən ay bu oteldə qalırdım. 58-də. Now indiki zamandır. Shone, bu shine'in keçmiş zaman formasında çıxırıq. Was shining keçmiş davam edici zamandır. Yəni keçmiş zamanda çıxırıq bunda. Sonra nədir? Sun deyir, düzdürmü? Sun üçüncü şəxsin təkində olduğu üçün mən buna shine yox, shines deyə bilərəm. Deməli, C-də çıxdıq. Qaldı B yoxsa D. Now-la biz indiki davam edici zaman işlədirik. Bunu yadda saxlayın. Daha sonra 59-da. Ben his house few years ago. Yenə ago nədir? Bir neçə il bundan əvvəldir. Yəni keçmiş zamanın göstəricisidir. Ona görə gələcək zamanı çıxırıq. Buradan indiki zamanı çıxırıq. İndiki davam edici zamandır bu. Və mən sizə demişəm ki, ago-la sonra last sözü də ago-dur. Biz bunlardan bitmiş zamanları istifadə etmirik. Çünki bitmiş zamanın mənası nədir? Hadisə olub bitib və nəticəsi göz qabağındadır. Yəni, bitmiş zaman prosesin nəticəsini bildirmək üçündür. Bitmiş zamanın məqsədi hadisənin baş verdiyi vaxtı bildirmək üçün deyil. Ona görə biz dəqiq vaxtlarla, məsələn, deyirəm, falanıncı ildə belə bir cümlə veriləndə bizə, biz orada bitmiş zaman istifadə edə bilmərik. Has bought, had bought.
yəni bitmiş zaman konkret vaxtla, illərlə işlənmir. Doğru cavabımız B bəndidir. Ben bought his own house only a few years ago. Ben öz evini cəmi bir neçə il bundan öncə almışdı. 60-da now deyir, yəni indidən söhbət gedir də, now-la nə işlədirdik? İndiki davam edici zaman işlədirdik. Doğru cavabımız Y bəndidir. Digər variantlar nəyə görə olmur? Now-la təbii ki, biz gələcək zaman işlədə bilmərik. C-ni çıxırıq. Sonra indiki bitmiş zamanda işlədə bilmərik. Çünki now indi deməkdir. İndi bir işi görür mənasında. İndiki bitmiş zaman nədir bəs? Hadisə olub, bitib və nəticəsi göz qabağındadır. Bitibsə bəs indi baş verə bilməz axı. Ona görə bitmiş zaman işlətmirik. Və now-la biz indiki sadə zaman da işlətmirik. Çünki indiki sadə zaman bir şey haqqında ümumiyyətlə danışanda istifadə olunur. Məsələn, deyirəm ki, anam hər səhər otağı təmizləyir. Məsələn, my mother cleans the room every morning. Belə bir cümlə desəm, yəni ümumi mənada deyirəm də, rutin kimi baş verir, həmişə baş verir. Həmişə otağı bu vaxtda təmizləyir. Onda mən indiki sadə zaman istifadə edə bilərəm. Amma burada indidir, bu dəqiqə. Bu dəqiqədirsə, indiki sadə zaman işlətmirəm. İndiki davam edici zaman işlətməliyəm. Sonra 61-də yenə now gördüksə, indiki davam edici zaman seçəcəksiniz. Was having, bu keçmiş zamandır. Now-la keçmiş işlətməliyik. Keçmiş davam edici zamandır. Bu da keçmiş sadə zamandır. Çıxırıq. Sonra bu da B ilə C-də də have has indiki sadə zamandır. Bunu mən 60-cı sualda sizə izah etdim ki, biz niyə görə indiki sadə zaman istifadə edə bilmərik. Now gördüksə, yadda saxlayın. İndiki davam edici zaman seçəcəksiniz. Jack is having a bath now. Jack hal-hazırda vanna qəbul edir. Yesterday keçmiş sadə zaman göstəricisidir. Is indiki zamanda çıxdıq. Sonra will gələcək zamanda bunları çıxdıq. Daha sonra has been indiki bitmiş zamandır. Bu da bizə lazım deyil. Yesterday ilə indiki bitmiş zaman işlənmir. Doğru cavabımız B variantı. There was an accident in our street yesterday. Dünənləri bizim küçəmizdə qəza baş vermişdi. Daha sonra 63. Yesterday's party. Dünənin şənliyidir. Yəni söhbət dünəndən gedir. Mən burada gələcək zaman istifadə edə bilmərəm. Bu indiki zamanda çıxırıq. Sonra indiki bitmiş zamanda çıxırıq. Mən sizə demişəm ki, keçmiş sadə zaman göstəriciləri ilə, yəni yesterday, last, ago bu sözlərlə biz indiki bitmiş zaman istifadə edə bilmərik. Və ümumiyyətlə bitmiş zamanda istifadə etmirik. Çünki burada konkret vaxt bilinir də, dünəndən söhbət getdiyi bilinir. Amma biz bitmiş zamanlarla konkret vaxt yazmırıq. Doğru cavabımız D variantı. There were a lot of guests at yesterday's party. Dünənin şənliyində çoxlu qonaqlar var idi. 64-də last night deyir, keçən gecə. Yəni keçmiş zamandır. İndiki zamanı çıxdıq. Gələcək zamanı çıxdıq. Has seen, have seen indiki bitmiş zamandır və last sözü gördüksə və ya keçmiş sadə zaman göstəricilərini gördüksə biz onlarla indiki bitmiş zaman işlətmirik. Doğru cavabımız B variantı. Someone saw the accident happen last night and called the police. Dünənləri kimsə qəzanın baş verməyini gördü və polisə zəng etdi. Sonra gəldi 65-ə. Yesterday. At that time yesterday deyir. Bu ifadəni görən kimi at that time yesterday sizin ağlınıza gəlməlidir. Keçmiş davam edici zaman. Keçmiş davam edici zaman dərsinə baxın. Bu keçmiş davam edici zamanın zaman göstəricisidir. Doğru cavabımız Y bəndidir. Allah belə başdan gəlib variantlardan inkar edə bilərsiniz. Məsələn, yesterday dünəni göstərdi. Ona görə biz burada indiki zaman istifadə edə bilmərik. Blows çıxır, is blowing çıxır. Daha sonra indiki bitmiş zamanda çıxır. Çünki adında indiki sözü var. Bu isə keçmişdir. Və biz konkret vaxtlarla keçmişdə olan konkret bir vaxt deyirəm. Məsələn, dünən, daha sonra bir neçə il bundan əvvəl, filanıncı ildə.
Belə ifadələrlə heç vaxt keçmiş bitmiş zaman istifadə edə bilmərik. Keçmiş bitmiş zaman çünki zamanı bildirmir, hadisənin bitdiyini bildirir. Sonra 66-da was, yəni bu isə keçmiş zamandadır da. Keçmiş zamanda yalnız keçmiş zamanla uzlaşır. İndiki zamanla uzlaşmaz. İndiki zamanları çıxdıq. Sonra gələcək zamanla uzlaşmaz. Bunu da çıxdıq və keçmiş zaman indiki bitmiş zamanla da uzlaşmır. Ancaq keçmiş zamanlarla uzlaşar. Doğru cavabımız B variantı. Everybody was having lunch when the doorbell was heard. Qapı zəngi eşidiləndə hər kəs nahar edirdi. Və mən sizə demişəm ki, bu kombinasiya ki var, bu keçmiş davam edici zamandır, bir də keçmiş sadə zamandır. Bu o vaxt istifadə olunur ki, bir hadisə baş verir, o biri hadisə onu kəsir, interrupt edir. Yəni burada bunlar lunch yeyirdilər. Sonra birdən qapı zəngi çalındı, elə bil bunların işini dayandırdı da, belə deyək. Bir hərəkətin, davam edən hərəkətin ortasında başqa bir hadisə baş verəndə istifadə edirik. Daha sonra 67-də nədir? Were keçmiş zamandır. Keçmiş zaman yalnız keçmişlə uzlaşır. İndiki zamanla uzlaşmır. İndikini çıxdıq. Sonra gələcəklə də uzlaşmır. Have gone-da adında indiki söz var. İndiki bitmiş zamandır. Bunu da çıxdıq. Və did qabağa keçəndə burada go olmalıdır da, went olmur. Doğru cavabımız Y variantı. Did you go to the mountains while you were in the country? Deyir ki, sən kənddə olanda dağlara getdinmi? 68-də. Yenə bu isə while'dan sonraki isə keçmiş zamandadır. Keçmiş zaman yalnız keçmiş zamanla uzlaşır. İndiki zamanla uzlaşmaz. İndiki zamanları çıxdıq. Have stayed indiki bitmiş zamandır. Keçmiş zaman indiki bitmiş zamanla da uzlaşmır. Adında indiki sözü var. Və did qabağa keçəndə i'də atılır. Y yanlışdır. Doğru cavabımız B variantı. In which hotel did you stay while you were in Rome? Romada olarkən hansı oteldə qalırdın? 69. Last Sunday. Last nədir? Keçmiş sadə zamanın göstəricisidir. Ona görə gələcək zamanı çıxdıq. İndiki zamanı çıxdıq. Has been demonstrated. Bu da indiki bitmiş zamandır. Adında görürsünüz indiki sözü var. Ona görə keçmiş sadə zaman göstəriciləri ilə indiki bitmiş zaman istifadə etmirik. Y də yanlışdır, çünki were deyir burada, düzdürmü? Burada söhbət kinodan gedir. Kinodan getdiyi üçün, tək olduğu üçün biz buna were deyə bilmərik. Doğru cavabımız D bəndi. D bəndi nədir? Keçmiş sadə zamanın məchul növ formasıdır. Buradakı variantların hamısı ümumiyyətlə məchul növdür. The movie you're talking about was demonstrated last Sunday. Sənin haqqında danışdığın kino keçən bazar günü nümayiş etdirilmişdi. Deməli, gördünüz, burada nümayiş etdirmək sözü, yəni kinoya aid oldu. Ona görə təkdə götürdük. Kinonun nümayiş etdirilməsindən söhbət gedir. Sonra 70-də he'll fail deyir. Bu 2 dənə LL will deməkdir. Will'in qısaltmasıdır. Yəni bu tərəf gələcək zamandadır. Gələcək zamanda bilirsiniz ki, keçmiş zamanla uzlaşmır. İndi burada görürəm ki, keçmiş zaman yoxdur, lap yaxşı. Bir də ki, if olan tərəfdə mən sizə demişəm ki, will işlənməz. Will'ləri çıxdıq. Want da ki, elə buradakı want ki var. Bu elə will not'un qısaltmasıdır. Ona görə A-dan Y də çıxır. Bu will not da ikisi də. Doğru cavabımız olacaq B bəndi. Yəni if olan tərəfdə will, bir də want, will not bunlar işlənmir. Bu indiki sadə zamandır və indiki sadə zaman gələcək sadə zamanla uzlaşar. If John doesn't work hard, he'll fail his exams. Əgər John çox çalışmasa, imtahanlardan kəsiləcək. 71-də. Bu isə görürsünüz ki, gələcək zamandadır. Will'in qısaltmasıdır da bu. Will'in və ya shall'in qısaltmasıdır. Gələcək zamandır. Gələcək zaman keçmiş zamanla uzlaşmaz. Görürəm ki, variantlarda keçmiş zaman yoxdur. Lap yaxşı. Bir də if olan tərəfdə will işlənməz. Will'ləri çıxdıq. Want nədir? Will notdur. Will not'un qısaltmasıdır. Deməli, B ilə Y də çıxır.
Doğru cavabımız D bəndi. Bu nədir? İndiki sadə zamandır və indiki sadə zaman gələcək sadə zamanla uzlaşır. We'll go on a trip if it doesn't rain. Deyir ki, əgər yağış yağmasa, onda səyahətə gedəcəyik. Sonra burada da zaman uzlaşmasına baxmalıyıq. Keçmiş zaman yalnız keçmişlə uzlaşar. İndiki zamanla gələcək zamanla uzlaşmaz. B-ni çıxıram çünki keçmiş indiki. Sonra burada keçmiş zaman indiki zamanla uzlaşmaz. C-ni də çıxdıq. Sonra bir də mən sizə demişəm ki, bu want-ı çıxıram buradan. Çünki if olan tərəfdə, baxın, if olan tərəfdə will işlənməz. Düzdürmü? Ona görə variantda çıxdıq. Bir də nə deyir? Animals var burada. Animals sözü cəmdədir. Burada isə dies yazılıb. Animals die olmalıdır. Cəmdədirsə sonunu s qəbul etmir. Deməli, D də yanlışdır. Doğru cavabımız A variantı. Və indiki sadə zaman gələcək sadə zamanla uzlaşır. If people don't control pollution, a lot of animals will die of it. Əgər insanlar ətraf mühitin çirklənməsinin qarşısını almasalar, çox insanlar, daha doğrusu heyvanlar bundan öləcək. Sonra 73-də. By a very powerful machinery just an hour ago. Bir saat bundan əvvəldir, düzdürmü? Yəni keçmiş zamanda, indiki zamanları çıxıram. Sonra have been raised. Bu indiki bitmiş zamandır, bunu da çıxıram. Çünki ago sözdür, last sözdür, yesterday. Yəni keçmiş sadə zaman göstəriciləri ki var. Onlarla biz indiki bitmiş zaman istifadə etmirik. Adında da görürsünüz ki, indiki söz var. The two parts of the bridge. İndi gəldik raised yoxsa were raised. Raised məlum növdür, were raised məchul növdür. Məchul növ bölməsindən xəbəriniz olmalıdır ki, bunu yaza biləsiniz. Deməli, məchul növ nə idi? Hadisənin kimsə tərəfindən görüldüyünü bildirirdi. İndi burada deyir ki, deməli, körpünün hissələri, 2 dənə hissəsi maşın tərəfindən qaldırıb yoxsa qaldırılıb? Körpü qaldırıb nəysə, yoxsa körpü özü qaldırılıb? Təbii ki, qaldırılıb. Ona görə doğru cavabımız Y bəndidir. Körpü özü nəysə qaldıra bilməz ki, digər tərəfdən baya görə də baxa bilərdiniz. Bay varsa, deməli, məchul növün göstəricisidir. Elə də buradan məchul növü seçə bilərdiniz. Məchul növündə formulunu yadınıza salın. To be üstəgəl participle to idi. Deyir ki, körpünün 2 dənə hissəsi güclü maşın tərəfindən elə 1 saat bundan öncə qaldırılıb. Sonra 74-də. Mən sizə demişəm ki, when olan hissədə, bu hissədən söhbət getmir. When olan tərəfdən söhbət gedir. Burada will işlənməz. Ona görə 2 ilə 3 çıxır. Doğru cavabımız 1-4 olacaq. A variantı. İndiki sadə zaman gələcək sadə zamanla uzlaşır. 1 doğrudur. Və keçmiş zamanda təbii ki, yalnız keçmiş zamanla uzlaşır. Let də qaydasız feildir. Keçmişdə də let olur. When Mr. Gray gets to Manchester, he will let me know. Deyir ki, Mr. Gray Manchester'a çatanda mənə xəbər edəcək. Sonra when olan tərəfdə nə demişik? Will işlənməz. A-nan D-ni çıxdıq. Sonra mənim dediyim bir söz var idi ki, nədir? Keçmiş zaman yalnız keçmiş zamanla uzlaşır. Keçmiş zaman indiki zamanla və ya gələcək zamanla uzlaşmır. Burada has left-də birincisi when olan tərəfdə biz bitmiş zaman da işlətmirdik. Qaydamız bu idi. Will bir də bitmiş zaman işlətmirik. Digər tərəfdən belə baxa bilərsiniz ki, bu keçmiş zamandadır, keçmiş bitmişdir. Bu isə indiki bitmişdir. Keçmiş zaman indiki zamanla uzlaşmır. Sonra burada da keçmiş zamandadır, bu isə indiki zamandadır. Keçmiş zaman indiki ilə uzlaşmır. Doğru cavabımız C bəndi. Amma indiki sadə zaman, gələcək sadə zaman bunlar həmişə uzlaşır. When everybody leaves the hall, the guard will shut the door. Deyir ki, hər kəs zalı tərk edəndə
mühafizəçi qapını bağlayacaq. Daha sonra 76 nə deyir? When olan tərəfdə will işlənməz. Bitmiş zaman işlənməz. Və keçmiş zaman indiki zamanla uzlaşmaz. Anı çıxdıq. Bu keçmiş sadə zamandır, bu da indiki bitmiş zamandır. Keçmiş zaman yalnız keçmiş zamanla uzlaşar. Doğru cavabımız D variantı. When Fiona finished her work, she went to see her friends. Fiona işini bitirəndə dostlarını görməyə getdi. 77-də. Mən sizə demişəm ki, as soon as olan hissədə, yəni bu hissədə, buradan söhbət gedir, buradan söhbət gedir. As soon as olan hissədə will işlənməz. Daha sonra keçmiş zaman yalnız keçmişlə uzlaşır. Bu indiki bitmişdi, bu keçmiş bitmişdi. Keçmiş indikidə uzlaşa bilməz. Anı çıxdıq. Sonra bu keçmiş bitmişdi, bu indiki bitmişdi. Keçmiş indiki ilə uzlaşmır. Amma keçmiş zaman ancaq keçmişlə uzlaşar. Doğru cavabımız C variantı. As soon as the manager came, they began the discussion. Menecer gələn kimi diskusiyaya başladılar. 78-də. After bu hissəyə baxırıq, after olan hissəyə. İki hissəsi var da, bura bir də bura. Söhbət buradan gedir. After olan hissədə, yəni zaman bağlayıcısı olan hissədə. Nə işlənməz? Will işlənməz. Çıxdıq. Sonra demə A-la B getdi. Keçmiş zaman, baxın bu keçmiş bitmişdi, bu indiki bitmişdi. Keçmiş zaman indiki zamanla uzlaşmaz. D-ni çıxdıq. Bu keçmiş zamandır, bu indiki zamandır. Keçmiş indiki ilə uzlaşmaz. Keçmiş zaman yalnız keçmiş zamanla uzlaşar. Doğru cavab C bəndi. After everybody came, we began our evening party. Hər kəs gələndən sonra biz axşam partimizə başladıq. 79-da. If olan hissədə will işlənməz. Willləri çıxırıq. Daha sonra bir də ki, bu zaman uzlaşmasına baxmalıyıq ki, keçmiş bitmişdi, bu da indiki bitmişdi. Keçmiş zaman indiki zamanla uzlaşmaz. D-ni də çıxdıq. Bir də ki, belə bir zaman uzlaşmamız da yoxdur. Strukturumuz belədir. If-lə olan cümlələrdə çox vaxt olur. İndiki sadə zaman gələcək sadə zamanla uzlaşır. Doğru cavabımız C bəndi. Həm də məna baxımından da görsəz anlayacaqsınız. Bu deyir ki, tələs, əgər Jack qatara buraxsa, onda vaxtında çata bilməyəcək. Əgər mən have arrived desəm, onda artıq çatıb deməkdir. Hansı ki, ola bilməz. Həm də burada he deyir də, he ilə biz have işlədə bilməliyik, axı. Has işlətməliyik, burası da var. Sonra 80-da nə deyir? If olan tərəfdə will işlətmirik. Want, will not-un qısaltmasıdır. B ilə C çıxdı. Sonra John üçüncü şəxsin təki olduğu üçün don't yox, doesn't deyirik. Daha sonra he ilə have işlətmirik. Has işlədirik. D-ni çıxdıq. Doğru cavabımız Y bəndi. If John doesn't leave at once, he will miss the chance to see the doctor. Əgər John bu dəqiqə getməsə, dərhal getməsə, onda həkimi görmək şansını itirəcək. Sonra 81. If olan hissədə will işlədilməz. Daha sonra anything nədir? Hər hansı bir şey deməkdir və təkdədir. Təkdən biz happen yox, happens işlədirik. Bu would nədir? Keçmiş zaman mənalıdır da. Biz indiki zamanla keçmiş zaman işlətmirik. B-ni çıxdıq. Yəni bu keçmişə nəzərən gələcək zaman idi. Keçmiş zaman yalnız keçmişlə uzlaşır. Doğru cavabımız Y bəndi. İndiki sadə zaman gələcək sadə zamanla uzlaşır. If anything happens, they will tell us about it. Əgər bir şey baş versə, onlar bizə bunun haqqında deyəcəklər. Sonra when olan hissədə demişik ki, will işlənməz. Buradan söhbət gedir. Willləri çıxırıq. A çıxdı. D bəndi də çıxdı. Sonra keçmiş zaman yalnız keçmiş zamanla uzlaşar.
Bu keçmiş bitmişdi, bu indiki bitmişdi. Keçmiş zaman indiki ilə uzlaşmaz. Keçmiş davam edici, indiki sadə zaman uzlaşmır. Keçmiş indiki ilə uzlaşmaz. Baxın, keçmiş zaman yalnız keçmişlə uzlaşacaq. Keçmiş sadə zaman, keçmiş davam edici zaman. Little Nelly dropped the cup when she was washing up. Deyir ki, Nelly stəkanı yuyarkən onu əlindən saldı. Sonra 83-də when olan tərəfdə will işlənməz. Bitmiş zaman işlənməz. Have, has, bunlar işlənmir. Sonra Friends cəmdədir, düzdürmü? Cəmə mən comes demərəm, come deyirəm. Çünki comes üçüncü şəxsin təkində işlənir. Doğru cavabımız D bəndi. When the friends came in, everybody was having breakfast. Dostlar içəri gələndə hər kəs səhər yeməyi yeyirdi. 84-də when olan hissədə will işlənməz. When olan hissədə bitmiş zaman işlənməz. Yenə də çıxdıq. Sonra nə deyir? Bu nədir? Bu keçmiş sadə zamandır. Bu isə indiki bitmiş zamandır. Keçmiş zaman indiki zamanla uzlaşmaz. Doğru cavabımız B bəndi. Keçmiş zaman yalnız keçmiş zamanla uzlaşar. When the taxi came, Mike put his suitcase on the back seat. Deyir ki, taksi gələndə Mike öz çamadanını arxa oturacağa qoydu. Burada yenə zaman uzlaşmasına baxaq. Birincisi when hissəsinə baxaq. When olan tərəfdə will işlənməz, sonra have işlənməz. Yəni gələcək zaman, bir də bitmiş zaman işlənməz. A-la D-ni çıxdıq. Sonra keçmiş zaman yalnız keçmiş zamanla uzlaşır. Gələcək zamanla uzlaşmaz. C-ni çıxdıq. Daha sonra B bəndi də yanlışdır. Çünki bu indiki zamandır. Bu keçmiş zamandır. Keçmiş indiki ilə uzlaşmaz. Hardan bilirəm burada shot sözü keçmiş zamandadır? Çünki Jack sözü üçüncü şəxsin təkindədir. İndiki zaman olsaydı burada shots olardı. Üçüncü şəxsin təkində indiki zamanda feilin sonuna S artırırıq. Amma burada S yoxdur. Shot da bilirsiniz ki, qaydasız feildir. Keçmişdə də indiki zamanda da shot olur. Yəni sonunda S yoxdursa demək ki, nədir? Keçmiş zamandadır. İndi bu keçmiş zamanda, bu da indiki zamanda bir-birlə uzlaşmır. Doğru cavabımız Y bəndi. 2 dənə keçmiş zaman. Jack shut the windows when it started to rain. Yağış yağmağa başlayanda Jack pəncərələri bağladı. Daha sonra the passengers of as soon as. Bu as soon as olan hissədə də will işlənməz. Yəni bu hissədən söhbət gedir. Buradan will olan variantı çıxırıq. Yəni 3 getdi, 5 getdi. Burada da indiki bitmiş zamandır. Bu keçmiş sadə zamandır. İndiki zaman keçmiş zamanla uzlaşmaz. Keçmiş keçmişlə uzlaşar. Bir doğrudur. Gələcək zaman indiki sadə zamanla uzlaşar. Doğru cavabımız 1-2 C variantı. The passengers got off the train as soon as it arrived at the station. Deyir ki, sərnişinlər qatardan düşdülər. Qatar stansiyaya çatan kimi sərnişinlər qatardan düşdülər. Sonra 87-də as soon as olan hissədə, yəni bu hissədə gələcək zaman işlənməz. Yəni will işlənməz. Ona görə 2 ilə 5 çıxır. Sonra keçmiş zaman indiki zamanla uzlaşmaz. Bu keçmiş zamandır, bu indiki bitmiş zamandır, uzlaşmır. Keçmiş keçmişlə uzlaşar, 3 doğrudur və 1 də doğrudur. Deməli, gələcək sadə zaman indiki sadə zamanla uzlaşar. Tom will agree to Jack's proposal as soon as he presents it. Deməli, Jack öz təklifini təqdim edən kimi daha doğrusu Tom onunla razılaşacaq. Doğru cavabımız 1-3. Y variantı. Sonra
88. Nə deyir? Yenə zaman uzlaşmasına baxmalıyıq. Məsələn, birincisi bu when olan tərəfdə demişəm ki, sizə will işlənmir, sonra bitmiş zamanlar işlənmir. Belə də baxa bilərsiniz ki, keçmiş zamanda, məsələn, bu indiki bitmiş zamanda uzlaşmır. Sonra bu da keçmiş zamanda, bu indiki zaman uzlaşmır. Keçmiş bitmiş, indiki bitmiş. Sonra burada da keçmiş zamanda, bu indiki bitmişdə uzlaşmır. Keçmiş zaman yalnız keçmişlə uzlaşır. İndi və gələcək zamanlarla uzlaşmır. When Nick heard a cry, he ran out of the room. Nick ağlamaq eşidəndə otaqdan çıxdı. 89. When olan tərəfdə will olmaz. Bunu çıxdıq. Sonra keçmiş zaman indiki zamanla uzlaşmaz. Bu indiki bitmiş zamanda. Bu da keçmiş bitmişdi. Bu da indiki bitmişdi. Uzlaşmır. Bu da keçmiş zamanda. Bu indiki bitmişdi. Uzlaşmır. Doğru cavabımız B bəndi. Keçmiş zaman yalnız keçmiş zamanla uzlaşar. When my brother returned home, we went for a walk together. Qardaşım evə qaydanda biz birlikdə gəzintiyə getdik. Sonra 90-da if my experienced him in his choice of career. If olan tərəfdə, if olan hissədə, yəni bu hissədə. Yəni söhbət buradan getmir, buradan gedir. Burada mən sizə demişəm ki, gələcək zaman işlənməz. If olan tərəfdə gələcək zaman olmur. Daha sonra keçmiş zaman indiki zamanla uzlaşmaz. Keçmiş zaman yalnız keçmişlə uzlaşır. Bu indiki zamandır, indiki sadə zaman, gələcək sadə zamanla uzlaşar. If my parents encourage him in his choice of career, he will feel happy. Əgər Mike'ın valideynləri onu karyera seçimində dəstəkləsələr, həvəsləndirsələr, o özünü xoşbəxt hiss edəcək. 41-də if olan hissədə, yəni burada gələcək zaman işlənməz. Will'ləri çıxdıq. Linda 3-cü şəxsin təkidir. Sent yazılıb. Burası doğrudur. Onda zamanların uzlaşmasına baxmalıyıq. Deməli, got nədir? Keçmiş zamandır. Sent indiki zamandır. Keçmiş zaman yalnız keçmişlə uzlaşar. İndiki zamanla uzlaşmaz. Burada da həmin şeydir. Sent keçmiş zamandır. Have got indiki bitmiş zamandır. Yadda saxlayın ki, indiki bitmiş zaman keçmiş zaman formaları ilə uzlaşmır. Doğru cavabımız D bəndi. İndiki sadə zaman və gələcək sadə zaman bir-birlə uzlaşır. If Linda sends the goods by air, you will get them very soon. Əgər Linda malları hava ilə göndərsə, yəni hava yolu ilə göndərsə, təyyarə ilə göndərsə, sən onları tezliklə əldə edəcəksən. 92-də while olan hissəyə baxırıq. Gəlin elə buradan başdan zaman uzlaşmasına gedə bilərik. Məsələn, Y bəndində görürəm ki, bu nədir? Keçmiş zamandır. Bu indiki zamandır. İndiki bitmiş. Keçmiş zaman indiki zamanla uzlaşmaz. Hardan bilirəm bu keçmiş zamandır? Soruşsaz. Baxın, Pamela deyir, düzdürmü? Hurt sözü keçmiş zamanda da, indiki zamanda da hurt olur. Qaydasız feildir. Keçmiş zamanda hurt olur. Amma indiki zamanda 3-cü şəxsin təkində bunun sonunda hurts olmalıdır. Yəni, Pamela 3-cü şəxsin təkində görürəm ki, hurts yazılmayıb, hurt yazılıb. Deməli, keçmiş zamanı bildirir bu. Sonra burada görürəm ki, keçmiş zamandır, bu gələcək zamandır. Keçmiş zaman yalnız keçmişlə uzlaşır. Gələcək və indiki zamanla uzlaşmır. Burada da həmin şey. Keçmiş zaman indiki bitmiş zamanla uzlaşmır. Sonra bu nədir? Keçmiş bitmiş davam edici zamandır. Bu isə indiki zamandır. Keçmiş zaman indiki zamanla uzlaşmaz. Doğru cavabımız A bəndi. Bu da keçmiş zamandır, bu da keçmiş zamandır. Pamela hurt her arm while she was playing tennis. Pamela tenis oynayarkən qolunu zədələdi. 93-də. Yenə 92-də mən izah etdim. Burada da həmin şeydir. Tony 3-cü şəxsin təkidir. Deməli, bundan sonra indiki zamanda feil gələndə S qəbul etməlidir. Hurt sözü burada S qəbul etməyib. S qəbul etməyibsə, deməli, keçmiş zamandadır. Hurt
qaydasız feildir. Keçmişdə də, indiki zamanda da hurt olur. Və keçmiş zaman indiki zamanla uzlaşmaz. Bu indiki bitmiş zamandır. Uzlaşmır. Sonra burada görürəm ki, keçmiş zamandır, keçmiş davam edici, bu gələcək zamandır. Keçmiş zaman indiki və gələcək zamanlarla uzlaşmaz. Keçmiş yalnız keçmişlə uzlaşır. Bu keçmişdir, bu indiki bitmişdir, uzlaşmır. Bu indiki zamandır, bu keçmiş bitmiş davam edici zamandır. Uzlaşmır. Bu da keçmişdir, bu da keçmiş davam edici zamandır. İkisi də keçmişdir, demək ki, uzlaşır. Tony hurt her friend's feelings while they were arguing. Tom, da doğrusu Tony, dostu ilə mübahisə edərkən dostunun hisslərinə toxundu. Sonra 94-də. Zaman uzlaşmasına gəlin baxaq. Baxın, bu nədir? I look. Look indiki zamandır. Bu isə keçmiş, bitmiş, davam edici zamandır. İndiki zamandan keçmiş zaman uzlaşmır. Bu keçmiş zamandır, bu indiki davam edici zamandır. Keçmiş yenə indiki zamanla uzlaşmaz. Sonra D bəndə bu indiki bitmiş zamandır, bu keçmiş davam edici zamandır. İndiki zaman keçmiş zamanla uzlaşmaz. Bu indiki bitmiş davam edici zamandır, bu da ki keçmiş sadə zamandır. Yenə indiki zaman keçmiş zamanla uzlaşmaz. Doğru cavabımız C bəndi. Görürsünüz, ikisi də keçmiş zamandır. I was looking after the children while Jane was practicing for her exam. Deyir ki, Jane öz imtahanına hazırlaşarkən mən uşaqların qayğısına qalırdım. 95-də. Deməli, nə deyir? Zaman uzlaşmasına baxaq. Bu nədir? İndiki zamandır. Bu nədir? Keçmiş, bitmiş, davam edici zamandır. İndiki zaman keçmişlə uzlaşmaz. Bu keçmiş zamandır. Bu da indiki davam edici zamandır. Uzlaşmır. Sonra D bəndində bu indiki bitmiş zamandır. Bu keçmiş davam edici zamandır. İndiki zaman keçmiş zamanla uzlaşmaz. Bu indiki bitmiş davam edici zamandır. Bu keçmiş sadə zamandır. İndiki zaman keçmiş zamanla uzlaşmaz. Doğru cavabımız C bəndi. Hər ikisi keçmiş zamandır. Nədir? Deyir ki, Barbara nahar hazırlarkən Stefania da uşağın qayğısına qalırdı. 96-da. Nədir? Aha, bu nədir? Keçmiş sadə zamandır. Bu isə indiki bitmiş zamandır. Keçmiş zaman indiki zamanla uzlaşmaz. Bu indiki bitmiş, bu keçmiş sadə. Uzlaşmır. Sonra bu indiki bitmiş, bu keçmiş davam edici. İndiki zaman keçmiş zamanla uzlaşmır. Keçmiş sadə, indiki davam edici. Uzlaşmır. Y bəndə hər ikisi də keçmişdir. Demək ki, uzlaşır. Keçmiş sadə, keçmiş davam edici. Anne broke 2 dishes while she was washing up. Deyir ki, Anna qabları yuyarkən 2 dənə qabı sındırdı. Sonra 97-də. Aha, yenə zaman uzlaşmasına baxaq. Bu nədir? Keçmiş sadədir, bu indiki bitmişdir. Keçmiş zaman, indiki zamanla uzlaşmaz. Burada da indiki bitmiş, keçmiş sadə, uzlaşmır. Sonra C bəndində indiki bitmiş, keçmiş davam edici. Görürsünüz, indiki keçmiş, uzlaşmır. Keçmiş sadə, indiki davam edici, uzlaşmır. Doğru cavabımız Y bəndi. Hər ikisi keçmişdir. Keçmiş sadə, keçmiş davam edici. Alison bought a few blouses while she was doing some shopping. Deyir ki, Alison alışveriş edərkən bir neçə dənə köynək aldı. 98-də. Zaman uzlaşmasına baxırıq. Mən sizə demişəm ki, if olan tərəfdə, yəni bu hissədə will işlənməz. Baxın, will-i çıxırıq. Want nədir? Will not da, will not-un qısaltmasıdır. Deməli, D də çıxır, Y də çıxır. Sonra elə A bəndi də çıxır da, bu if olan tərəfdə will olmur. Bir dənə qaldı C variantı. Gələcək sadə zaman, indiki sadə zamanla uzlaşar. You will learn a lot of useful things if you attend Mr. Smith's lectures. Əgər sən Mr. Smith'in leksiyalarında iştirak etsən, onda çoxlu faydalı şeylər öyrənəcəksən. 99-da. If olan tərəfdə dedik ki, gələcək zaman olmaz. Baxın, bu will-ləri çıxıram.
B ilə C getdi. Sonra want nədir? Will not-un qısaltmasıdır. Deməli D-də çıxdı. Would nədir? Would da elə will kimi bir şeydir. If olan tərəfdə will, would olmaz. Bu da gələcək zaman mənalıdır. Doğru cavabımız oldu Y bəndi. Bu deməli gələcək sadədir. Bu da indiki sadədir. Bunlar bir-birlə uzlaşır. Tom will give us his notes if he sees us till Monday. Deyir ki, Tom bizi əgər birinci günə kimi görsə, bizə öz qeydlərini verəcək. Sonra 100-cü suala baxırıq. Nə deyir? Yenə zaman uzlaşmasına baxacağam. Bu indiki zamandır. Bir dəqiqə. Bu isə gələcək zamandır. Biz də bilirik ki, while olan tərəfdə, yəni zaman bağlayıcısı olan tərəfdə nə işlətmirik? Will işlətmirik. Yuxarıda məsələn if var idi, burada da while'dır. Bunlar olan tərəfdə biz will işlətmirik. Bunları çıxdıq. Sonra keçmiş zaman indiki zamanla uzlaşmaz. Keçmiş zaman indiki bitmiş zamanla uzlaşmaz. Keçmiş zaman ümumiyyətlə indiki zamanla uzlaşmır. Keçmiş zaman yalnız keçmişlə uzlaşar. Bu keçmiş sadədir, bu da keçmiş davam edicidir. Sally dropped her bag while she was getting into the car. Sally maşına minərkən çantasını yerə saldı. Doğru cavabımız A bəndi. Belə, mən bunu hələ ki videonu 100-cü sualda saxlayıram. Ardında növbəti videoda verəcəyəm. İzlədiyiniz üçün təşəkkürlər. Hər hansı bir sualınız olarsa, onları da şərh bölümündə bildirməyi unutmayın.